Salam uşaqlar, necəsiz? Bugünkü mövzumuz, dördüncü mövzu, mən Azərbaycanlıyam mövzusudur və Zəfər gününə həsr olunubdur uşaqlar. Bilirik ki, 8 noyabr Zəfər günüdür və Zəfər günündə Azərbaycanlılar ermənilərin üzərində Azərbaycan ordusu qələbə qazandı və Şuşamız azad olundu və bu günü Zəfər günü. Zəfər, yəni qələbə çalmaq, qələbə qazanmaq, qalib gəlmək deməkdir, sizin anlamda desək. 8 noyabr Zəfər günüdür. Zəfər günü xarı bülbül nişanımı yaxama taxacağım. Xarı bülbül güldü və baxın uşaqlar, bax buna oxşar, bu rənglirsən, bax belə burada rəng verilibdir. Bülbül oxşuyur, güldü, baş hissəsi bülbül oxşuyur və yalnız Şuşada bitir bu gül. Və Şuşadan başqa heç bir yerdə bu gülü görmək olmaz və ona görə də Şuşanın alınması münasibətilə xarı bülbül də Şuşada bitdiyinə görə bu gül artıq bir zəfər günü simvoluna çevrilibdir, rəmzinə çevrilibdir və həmin günü baxarsınız efirlərdə də yuxarıdan xarı bülbül şəkli vurulur. Daha sonra müsabiqələr olanda Qarabağda keçirilən görürsünüz orada xarı bülbül verilir. Yəni xarı bülbül Azərbaycanın qələbəsinin, zəfərinin bir simvoludur, rəmzidir. Və deyir 8 noyabr biz hansı bayram qeyd edirik? Təbii ki, Zəfər günü bayramını qeyd edirik. Bu bayram necə yaranıbdır? Uşaqlar, bu haqda deyəcəyik. Necə yaranıb? Biz bilirsiniz ki, uzun müddət Qarabağımız düşmən tapdağındaydı. Ermənilər bizim demək torpaqlarımızı işğal altında saxlayırdılar və biz bir yumruq olaraq birləşdik, gücləndik, müharibə demək şəraitində yaşayırdıq neçə illər. Artıq buna son qoyulmalıydı. Biz öz əzəli torpağımıza sahib çıxmalıydıq və bunu da etdik. Düzdür, bu torpaqları əldə etmək, özümüzə qaytarmaq minlərlə şəhidin canı, qanı bahasına əldə olunsa da, amma şükürlər olsun ki, biri var ki, həm şəhidlər verək, həm Qarabağımızı qazanmayardıq. Bax, onda şəhidlərin də ruhu şad olmazdı. Biz özümüz də çox pis olardıq ki, yenilsəydik. Amma ümumiyyətcə nəyisə qazananda gərək nələrisə qurban verəsən. Bu təbiətin bir qanunudur və biz də deyir, uğrunda ölən varsa vətəndir. Vətən bizim namusumuzdur. Necə ki, anamız, bacımız bizim namusumuzdur. Vətən də bizim anamızdır. Niyə deyirik ana vətən? Çünki biz bu vətənin qoynunda yaşayırıq. Biz bu vətənin havası ilə, suyu ilə qidalanırıq və bu yaşa kimi bu vətəndə yaşayırıqsa, bir vətəndaş olaraq da bizim borcumuzdur ki, öz vətənimizin keşiyində dayanaq, onu qoruyaq, onu düşmən tapdağından xilas edək və bunu da bizim oğullarımız çox mərdcəsinə bacardılar. Şəhid olanlar da oldu, qazi olanlar da oldu. Şəhid olanlara Allahdan rəhmət diləyək, qazi olanlara isə Allahdan sağlamlıq diləyək, sağlamlıqlarına qovuşsunlar inşallah və biz bu zəfəri qazanmaqla şəhid qardaşlarımızın ruhunun şad olmasına demək şahidi olduq ki, onlar hiss edir ki, yəni onların ruhu şad oldu və bugün o torpaqlara gedə biliriksə, öz dədə-baba yurdunu Qarabağ cəmaatı gedib ziyarət edirsə, çoxdan idi getmirdilər, həsrətdə yaşayırdılar. Bunlar hamısı şəhid qardaşların, qazi qardaşların mərdliyi hesabına idi. Və bu bayram bizim üçün çox əziz bayramdır. Çünki bu bayramda biz neçə min şəhid verməklə yanaşı, biz neçə illər həsrətində olduğumuz Qarabağa qovuşmuşduq, Şuşaya qovuşmuşduq və bu bizim üçün əvəz olunmaz bir gündür və ən gözəl qeyd olunacaq günlərdən biri də hesab edirəm. Şəklin hissələrini rəqəmlərə uyğun rəngləyin. Uşaqlar, burada verilib 1. Bir rəqəmi görürsünüz bənövşəyi rəngdə verilib. Biz bu bir rəqəmini bənövşəyi rəngdə rəngləyəcəyik.
2 rəqəmi narıncı rəngdə verilibdir. Biz demək 2 rəqəmini narıncı rəngdə rəngləyəcəyik. Demək 3 rəqəmi yaşıl rəngdə verilibdir. 3 rəqəmini demək yaşıl rəngdə rəngləyəcəyik. Amma deyir ki, uşaqlar burada 2 rəqəmi yoxdur. İndi fikir verirəm. 2 rəqəmi verilməyib, bizə 3 rəqəmi veribdir. Burada rənglər sadəcə ardıcılıqla rəqəmlərin ardıcılıqla verilibdir. Bizə 3 rəqəmi lazımdır. 3 rəqəmi demək yaşıl rəngdə rəngləyəcəyik. 4 rəqəmi də bənövşəyi rəngdə verilibdir. 5 rəqəmi də qara rəngdə verilibdir. Biz burada görünür ki 5 rəqəm qara rəngdə verilibdir. Burada nəsə bir səhvlik var. Baxın, deyir şəkil hissələrini rəqəmlərə uyğun rəngləyin. Rəqəmləri burada veribdir, amma burada 4 rəqəmi verməyibdir. Bu rəqəmlərin ardıcılığı sizi çaşdırmasın. Uşaqlar, burada qıraqda baxırıq xarı bülbül necə rəngləmək lazımdır. O rənglərə uyğun olaraq. Demək bu hissəni birləri bənövşəyi rəngdə rəngləyəcəksiniz. Bir də 5-i, bir də bu hissəni. Biri bənövşəyi rəngdə rəngləyəcəksiniz. Bir dənə 3-ü yaşıl rəngdə rəngləyəcəksiniz. Bu hissəni də tünd rəngdə, yəni qara rəngdə rəngləyəcəksiniz. Yəni bura baxıb rəngləyin, çünki buradakı tapşırıq biraz düzgün şəkildə verilməyib. Öyrənmədə deyir ki, Zəfər günündə xalqımız düşmən üzərində qələbəsini bayram edir. Zəfər günü bütün Azərbaycanlıların qürur günüdür. Xarı bülbül çiçəyi zəfərimizin, Qarabağımızın, Şuşamızın və şəhid olan əskərlərimizin xatirəsinin simvoludur. Zəfər günü nə üçün təntənə ilə bayram edirik? Çünki belə deyim də illər idi düşmən tapdağında olan Qarabağımızı azadlığına qovuşturmuşdu bizi şəhidlərimiz. Ona görə də bizə əziz idi. Biz zəfər gündə hansı hissləri keçiririk? Qürur hissini keçirdirik. Həm kövrəlirik, sevinç gözyaşlarımız kədər gözyaşlarımıza qarışır. Kədərlənirik ona görə ki, neçə min şəhid verdi. Sevinirik ona görə ki, o şəhidlərin qanı yerdə qalmadı və torpağımızı biz geri qazana bildik, əldə edə bildik. Artıq digər ölkələrin yanında baş aşağı gəzməyəcəyik, qürurla gəzəcəyik ki, yəni həqiqətən də düşmən tapdağı özü bizdən qat-qat zəif olan bir ölkənin, Ermənistanın işğalı altında qalmağı, bu biraz utanırdıq. Danışmağa dilimiz olmurdu, amma indi artıq ölkələr də bizim gücümüzü gördü, bizim birliyimizə şahidi oldu. Bu bizə qürur hissi yaşadır. Zəfər gününə aid olan şəkilləri işarələyin. Uşaqlar, burada demək 3 dənə şəkil veribdir. Birində xarı bülbül, əskər əlində 3 rəngli bayrağımız. Digərində isə yeni ilə aiddir. Çünki yolkadır, qarşısında hədiyyələrdir. Üçüncü şəkil Novruz bayramıdır. Buradakı bayraq sizi çaşdırmasın. Səməni və Novruz bayramının atributu olan səməni və belə deyim, xonça verilibdir. Bizə təbii ki, zəfər gününə aid olan şəkil birinci şəkildir. Xarı bülbül zəfərimizi əks etdirən simvoldur, bayrağımız və əskərimiz o deməkdir ki, yəni xarı bülbülü Azərbaycana geri Azərbaycana qaytaran, qələbəmizi qazandıran, bizə bu sevinci yaşadan bizim məhz əskər qardaşlarımız, hərbiçilərimiz olubdur. Bayraq da ki, hər bir ölkənin simvolu var, atributu var. Bunlardan biri də bayraqdır. Bayraq, gerb, himn, bunlar bizim demək ölkələrə tanıdan atributlarımızdır. Bizim də bayrağımız 3 rənglidir, bilirsiniz. Mavi, qırmızı, yaşıl və göy rəng bizim belə deyim də nəyi bildirir? Hər bir rəngin özünün mənası var. Göy rəng demək müasirliyi bildirir, türkçülüyümüzü bildirir. Qırmızı rəng şəhidlərimizin qanını, yaşıl isə İslam dinini əks etdirir uşaqlar. Və burada əsas bizə nə lazımdır? Əsas yadınızda qalsın, mütləq şəkildə öyrənmə hissəsini öyrənib yadımızda saxlasaq, bəs eləyir. Buradakı 2 vərəqdəki şəkillərin çoxluğu sizi çaşdırmasın. Sadəcə olaraq burada öyrənmə hissəsinə baxırıq.
Zəfər günündə xalqımız düşmən üzərində qələbəsini bayram edir. Zəfər günü bütün Azərbaycanlıların qürur günüdür. Xarı bülbül çiçəyi zəfərimizin, Qarabağımızın, Şuşamızın və şəhid olan əsgərlərimizin xatirəsinin simvoludur. Uşaqlar, bunu öyrənsəz, yadınızda saxlasaz bəs eləyir. Yəni, bu yadda qalacaq hissəni daha dəqiq öyrənin. Vəssalam. Şəkilləri də ki, dedik ki, buradakı tapşırıqdakı birinci şəkildir.